Salam, hər vaxtınız xeyir olsun. Eni Unboxing-i gəlin birlikdə kəşf edək. Eni Unboxing onlayn ticarət və marketinq sistemini birləşdirən yeni nəslin rəqəmsal onlayn biznesidir. Gəlin şirkəti birlikdə daha yaxından tanıyaq. Eni Unboxing Böyük Britaniyanın 2023-cü ildə Cardiff şəhərində təsis olunur və 2025-ci ilin sentyabr ayının 12-sində Böyük Britaniyanın London şəhərində rəsmi lisenziya alır. Siz burada Eni Unboxing-in Böyük Britaniyada rəsmi fəaliyyət göstərdiyinə dair bütün sənədləri görə bilərsiniz. Daha sonra Eni Unboxing ilk bazar olaraq Azərbaycan bazarını seçir və Azərbaycan bazarına daxil olur. Eni Unboxing Azərbaycanda artıq başlayır rəsmi şəkildə fəaliyyət göstərməyə və o, Vergilər Nazirliyindən 12 dekabr 2025-ci ildə vergi sotuna düşür. Siz burada bizim nizamnamə kapitalımızda görə bilərsiniz. Hətta artıq Bakının bəzi küçələrində Eni Unboxing afişası və reklamlarını da görə bilərsiniz. Bu da o deməkdir ki, şirkət Azərbaycanda tamamilə rəsmi qaydada fəaliyyət göstərir. Eni Unboxing reklam üzərindən qurulmuş ağıllı qutulara malik bir sistemdir. Hansı ki YouTube və TikTok kimi eyni platformadır. Sadəcə siz burada baxdığınız reklamların 5% subsidiyasını geri götürürsünüz. İndi isə gəlin birlikdə Eni Unboxing-in qazanc planını danışaq. Eni Unboxing-in ilk qazanc planı reklam subsidiyasıdır. Dəvət mükafatı, satış komissiyası, reklam komissiyası və uğur bonusudur. İlk olaraq reklam subsidiyası nədir? Reklam subsidiyası bizə 5% qazanc əldə etdirir. Hansı ki biz qeydiyyatdan keçdikdən sonra qutu alırıq. Hər qutu gündə bir dəfə təxminən 15 saniyə reklam izləyirik. Baxdığımız bu 15 saniyəlik reklama görə aldığımız qutunun məbləğindən asılı olaraq gündə 5% qazanc əldə edirik. Və bütün qutuların etibarlıq müddəti 30 gündür. 30 gün bitdikdən sonra yeniləyirik. Dəvət və dəvətli mükafatı 10%. Hansı ki siz ilk dəfə dəvətli gətirdiyiniz zaman sizə və dəvət etdiyiniz şəxs 10% mükafat alır. Siz burada məsələn 20 manatlıq qutudan 2 manat, 60 manatlıq qutudan 6 azin və beləliklə bütün faizləri görə bilərsiniz. Daha sonra satış komissiyası. Komandaya yeni qoşulanlar və ya komanda üzvləri hər ay qutu yenilədikdə siz onlardan satış komissiyası qazanırsınız. Satış komissiyalarının faizləri level 1-dən asılıdır. Level 1-lərin sayı daha çox olduqca satış komissiyanın faizləri daha çox olur. Aşağıda hər birini qeyd eləmişəm. Daha sonra reklam komissiyası. Reklam komissiyası komanda üzvləriniz hər gün qutu açdıqda onlar qazandığı subsidiyanın siz də müəyyən faizlərini qazanırsınız. Level 1-lərdən 5%, level 3-lərdən isə 2%. Bu pul sizə günlük gəlir. Və ən gözəli komanda bonusudur. Komanda bonusu bizdə heç vaxt silinmir. Komanda üzvləriniz qutu aldığı zaman sizə uğur bonusu gəlir. Uğur bonusunuz toplandığı zaman siz nağd gəlirlər əldə edirsiniz. Bizim uğur bonusumuz 500 manatdan başlayır, 30.000 manata qədər davam eləyir. Gəlin birlikdə bir misal aparaq. Tutalım ki, Yusif Eni Unboxing-ə qoşulur və o 20, 60, 170 qutuları alır. İlk dəvət bonusu Yusifin 30 azeni olur. Günlük qazancı isə 20 manatdan 1 manat, 60 manatdan 3 manat, 170 manatdan isə 8 manat 50 qəpik və 2 günlük pulsuz free qutu qazanır. Beləliklə Yusif günə 12 manat 50 qəpik qazanc əldə edir. Bir müddət sonra Yusif Eni Unboxing-də komanda qurur və daha çox qazanc əldə edir. Onun komanda strukturu level 1-i 50, level 3-ü 100, level 3-ü isə 300 nəfərə çatdıqda onun satış komissiyaları və reklam komissiyalarını siz burada görə bilərsiniz. İndi isə gəlin birlikdə mənimlə günlük tapşırıqlarımızı və komandamızdan gələn satış və reklam komissiyalarını birlikdə qəbul edək. Hal-hazırda mən hansı qutuları açıram, hər birini görürsünüz. İndi isə günlük tapşırıqlarımız nədir? Gündə sadəcə bir dəfə 15 saniyə reklam izləyərək qazanc əldə etmək. Beləliklə artıq 15 saniyə reklamımız başlayır. 15 saniyə reklam bitdikdən sonra görə bilərsiniz. Mən 20 manatlıq qutudan bir azin qazandım. Və sizə günlük nə qədər qazanc əldə edirəm, hər birini açıq şəkildə sizə videoda təqdim etmişəm. Eni Unboxing-də siz istədiyiniz qədər qazanc əldə edə bilərsiniz. Hər kəsin qutusu öz istədiyi qədər qazanc əldə etdirir.
Daha sonra daxil oluruq komissiya bölməsinə və komandamla mənə gələn pulları qəbul edirik. Siz burada görə bilərsiniz. Mənim satış komissiya faizlərim 6%, 4%, 2%. Reklam komissiyalarım isə 5% və 2%-dir. Növbəti səviyyəyə keçməyim üçün cəmi mən 18 komanda üzvü lazımdır. Və USDT zonasına keçib ilk USDT komissiyamızı qəbul edirik. Daha sonra AZIN zonasından Azərbaycan manatımızı qəbul edirik. Həqiqətən də çox möhtəşəmsən Eni Unboxing. Çox təşəkkür edirəm Eni Unboxing. Çox təşəkkür edirəm gözəl komandam. Eni Unboxing olsun, sonsuz olsun.